Bismillahirrahmanirrahim. Əlbəttə, avuz şeyqov məsələsinə kilgəndə, avuz şeyqov adam balası təxirət alğanda bulsun, munça qırgəndə, yuğunğanda bulsun, yeysə indi avuzu kibib şeyqarurda bulsun, yeysə indi birər türlü rizqның pişirgəndə, tozlılığın qavub qarağandan soң avuzun şeyqi ikən bu əlbəttə mümkün. Şəriətimiz boyunca rüxsət etilgən gamel, çünki avuzni şeyqağanda şunu da unutmaska kirək, ol avuzga qabalğan şeyqala tırğan suğumuz tamaqdan ütməskə tiyiş. Tamaqdan ütüb, əgər də indi ol bizning oşqazanımızga iləgə ikən, demək bizning urazabız bilə tırıb avuzumuzni oşqan bulub sanalabız, bilə tırıb bızğan bulub sanalabız. Şuna görə biz avuz şeyqağanda da, dişlərimizni yuğan vaqtını da, təhrət alğan vaqtını da, hər vaqtda da uyav bulurğa kirək. Uyav bulurğa kirək, həm indi urazalı ikənligimizni unutmayışı, həm indi avuz şeyqağanda, təhrət alğanda hər vaqtda da biz bunu bilib tırığa tiyişli. Biz tamağımızdan ütmeyim ikən, bırınımızga su alğanda bırınımız aşağı yıtkılığımızga, tamağımızga ütmeyim ikən, bunu da cəməğət uylanu kirək, həm bunlardan saklanu kirək. Allah Rabbimiz tıtqan urazalarımızını qabullardan eyləsin. Esselamu aleyküm və rəhmətullahi və bərəkatuh.